Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinə qələbənin 255-ci bölümün başlayıram. Keçənki cəlsədə 3 kitaba şahid olduq. Türk dilində yazılmışdı. Əvvəlki kitab açdıq və nəzərimizə gəldi ki, bir çapxanada, indi çapxana deyəndə, yəni mümkün daşla çap olmuş ola, amma kitabın özündə yazdığına görə bir çapxanada, Osmanlı dövlətinin çapxanasında bir çapa gedibdi. Amma ehtimalən daş çapıdır, yəni əl çapı deyil, yəni çap deyil. Bu mənaya ki, bu günləri vardı. Qurğuşum ya offset bu deyil. O kitab yazan katib Çələbi idi. Kitabın adı Cəhannamadır. Cəhannama. Və o cür ki, biz sonra Tazaşdan ikinci dəfə qeydib o kitabı bir də başlayıb oxuyanda axtardıq. O kitab 928-ci ildə yazılıbdır. Yəni 519 il öncə yazılmışdı. Və Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan ibn Sultan Əhməd Xan dövründə yazılmışdı. Ki kitabın yazılışı və təkmil olması 1145-də qutarıbdır. Ehtimalən bunun tarixində biraz irad olmuş olsun. Bəli, bu şey ki dedim, yəni şahın ölümü ilə deyəndə tarix düz olur, amma kitabın özündə tarix yazıblar. Bunu da o tarix ki, kitabın sonunda yazıblar. O kitab özü ikinci dəfə kitab, yəni mərhum katib Çələbi fot eləyəndən sonra kitab yarımçılıq qalır. Onu və kitabı oğururlar. Cəlibdir ki, ehtimalən o kitab çox cəlib imiş. Ehtimalən xarici məmləkətlərdə oğururlar, satırlar, ya onlar oğururlar, aparırlar. Və sonradan Tazaşdan yazılır, onun biraz da izafələnir. O tarixi burada qoyublar. Çox da böyük hörmətlə bu adamdan ad aparıblar. Sonra bir kitab açdıq. Tarixname-i Şeyx Səfi. 1668 səhifədə yazılmışdı. Yazan Əbdülməcid ibn Hafizülkəlamdır. Bu 900, bu kitab, üzr istəyirəm, bayaqları iştibah demişəm tarixi. O kitab, Sultan Əhməd xan 1104 ilə 1121 arasında nə olubdu bu? 1104-də ölübdü, onun ki bilirik, amma bu niyə beləsi olubdu? Hər halda bu ikinci kitab Tarixname-i Şeyx Səfi, bu 519 il bundan öncə yazılıbdı. 928-də Əbdülməcid ibn Hafizülkəlam deyə bir şəxs bunu yazıbdı. Cığatay türkçəsində olduğu üçün onu oxuya bilmədik. Çünki biraz Cığatayda, yəni türkçədə zəifəm mən, özəlliklə Cığatay olsa. Üçüncü kitab Əl-Məcmuətül Haviyyə idi ki, bu fikirlə bunu öncədən oxumuşduq. Bir neçə yazar o kitabı eyni, nə cür deyim, tamam yazarları ki adam görübdü, onlara veribdi, onlar hərəsi bir şeylər yazıblar, onun məcmuəsidir. Gedək görək bugünkü şansımıza Türk dünyasından hangi kitab əski, qədimi, təxəssüsü kitab çıxır ki, onu oxuyaq və ondan tanış olaq.
tarixnamə Şeyx Səfini dünün oxuduq. Cəngi də ki oxuduq, dedik haman şeydir, Haviyədir. Bu günləri bir kitab açırıq, yox, Yəhya nə mənə yazıbdır, elə bir zahirən bunu. Baxarıq, görürük ki, bu nədir. Nəzərimə gəlir ki, bunu da mən öncədən oxumuşam. Elə bu adı Yəhya görəndə nəzərimə gəldi. Bu kitab da bildiyiniz kimi, gördüyünüz kimi Fransada saxlanır. İslam dünyasında və türklərin əlində deyil, təəssüflə. Mistik Məsnəvidir bu, əlbəttə Məsnəvi. Yəhya bəy, Yəhya Şəbtəvi, belə bir ad var, fransızca yazılıbdır. Gedək görək, burada kitabın özünə bir baxırıq. Kitabın özü sarıya mail bir kitabdır. Cildi gölnəndir və dövrəsinə bir gözəl nəqşə çəkiblər. Amma kitab çox su çəkdiyi üçün gölün hər yeri su çəkibdir. Hətta ortası belə gölün su çəkibdir. İkinci səhifəni açır, görürük ki, Osmanlı dövründə yazılmış kitabdır. Niyə ki, Osmanlı dövründə raic olan və indi də Türkiyədə və hətta Asiyada, Japonda filanda, Çində, çoxlu məmləkətlərdə yaygın olan suyun üstündə nəqqaşı çəkilir. Sonra o gedir kağızın üstünə və ayrı şeylərin üstünə də indi aparırlar. Hətta gördüm ki, maşın, belə böyük maşınların da üstünə aparırlar. Burada 2 səhifə görürük ki, bu nəqqaşıdan bu kitaba yapışdırıblar. Bir səhifə, 2 səhifə boşdur. Zahirən bu kitab 1881-də bunların əlinə yetişibdir, bu xaricədəkilərin əlinə yetişibdir. Birinci səhifəni görürük, yazılıdır. Türkcə bənzir və səsləri vardı, amma görək ki, bu da ya yox. Yenə o birisi səhifəyə gedirik, görürük ki, burada da yenə 711 və 712 deyə tarix qoyublar. Baxaq görək ki, bu hangi tarixdir. Yenə bir ayrı səhifəyə gedirik. Bəllidir ki, bu da o birinci səhifə ki, dedik, türkcə yazılıbdır. O da kitabın əsli deyil, ehtimalən bir nəfərlər ki, əllərinə düşübdür. Onda kitabın üstündə yazıblar, boş səhifəsində. Bu səhifədə eyni ona tay, dahi xətt ilə yazılıbdır. O birisi səhifədə aynısı, ehtimalən bunlardan sonra yenə də burada bir latincə yazılıbdır. Və kitabın sahibi Antoni Falabud belə bir ad qoyubdur. 2 dənə möhür burada vurublar, bir dənə üstə də möhür vurublar. Qalsın bu möhürləri. Amma yetişir kitabın özünə. Dediyim kimi kitab çox su çəkibdir təəssüflə. Amma kitab Osmanlı dövrəsində 3 yerə bölünübdür. Üst bölümü. Bir də o birisi kitablarına biraz fərqi vardı. Ehtimalən bu gedibdir. Görsənir ki, var idi. Elə bu da 3 yerə bölünübdür. Abı rəngindən bilirsiniz, İslami kitablarda abı rəng İngiliscədə və Avropa dillərində turkuaz deyə tanınır. Abı rənglənir və Bismillahla başlanır. Bu kitab dövrəsi də, çərçivəsi də görünür. O ikinci səhifədə də yenə çərçivəni görürük. Suludur hər yer kitab. Çox heyf olsun ki, çox zərər görübdür. Buradan bu kitabın 190, yəni boş səhifələr, cild filan, bunlarla həm 192 səhifə, PDF-də də 192-dir, elə kağızda da 192 görsənir. Yəhya Şəbtəvi deyə buna ad qoyublar, amma baxarıq görürük ki, şeirlərdə bunun adı nə cür gələcəkdir. Getdikcə kitabın o su yerləri biraz çox quruyubdur, biraz yeri az görsənir, amma yenə görsənir. Kitabın 3 tərəfi
boş qalıbdır. Bəzi yerdə ki, yox, şeirlərin, misrələrin də arası və kollən şeirlərin də özünün hamısı çarçivənin içində yer alıblar. Bəzi yerlərdə də qırmızı yazıblar bu şeirdən o şeirə keçmək üçün ad qoyublar və qırmızı yazıblar. Bu kitabın bir yerlərində də latincə yazmış görürük ki, nəzərimə gəlir bu kitabı mən öncədən görmüşəm, oxumuşam. Yəni bunu fikirəm bu iki səhifədə və burada bunlar mənim belə xatırladır ki, bunları görmüşəm. Məhbuban, bunlar şeirlərin başlığıdır ki, oxudum. Qəzəl və beləsi davam edir. Bəzi şeirlər çox uzundur. Məsələn, bir dənə Moiziyə getiririk. Gədای divanə yarətə əsrar eşqi izhar edib məşhur ruzgar nə mənə oxunur. Burada belə bir şeirdir. Buradan bu üzə başım çox uzun bir şeirə rast gəldik. Həsbəhal və davamı vardı. Şeirlər əlbəttə bəzisi dediyim kimi uzundur, bəzisi qıssadır. Bu aralarda su kitabı saraldıbdır, dövrəsi saralıbdır. Amma çox da indi da o gözə çalmır. Əlbəttə indi yenə də gözə çaldı, çünki axirlərinə yetişdik. Kitabın vəsətindən də bir 50 səhifə, axirindən də bir 50 səhifə, 60 səhifə su çox keçibdir və kitaba çox eybirat vurubdur. Gedək kitabın sonu 172-ci səhifədə kitabın sonunu görürük. Təmmət Kitab-ı Şah-ı Gəda. Bəli, bunu oxumuşuq. Kitabın adı Kitab-ı Şah-ı Gədadır. Burada adını yazmayıblar. Gördüm ki, mən bunu qabaqcan oxumuşam. Təmmətül Kitab-ı Şah-ı Gəda bi unillahil məlikil vəhhab kətəbəhul fəqir muznib əl-muhtac ilə rəhmətillah Teala Dərvişi Məhəmməd. Dərviş Məhəmməd. Bu kitabı biz öncədən görmüşük, onun üçün bunu danışmışıq və adca da oradan-buradan oxumuşuq. Onun üçün bunu qoyaq, burada gedək. Başqa, bunu da mən adını dəyişdirim ki, o şey olsun. Şah-ı Gəda, ya Dərviş-ü Gəda idi adı, nə idi bunun? Şah-ı Gəda, bəli. Onu da burada şey elədi. Xosrov Şirin Şeyxi. Bu kitabça açırıq. Şeyxi adında bir adam Xosrov Şirin Şeyxi mərhum deyə bu kitabı yazıbdır ya da ki alıbdır. Ədəbiyyat kitabxanası bu İstanbul Üniversitəsinin danışgahının, bilim yurdunun ədəbiyyat bölümünün kitabxanasında saxlanılır. Onun möhrünü burada görürük. Altında da bir ayrı möhr var. Darülfunun. Bilirsiniz, mən mötəqidəm ki, İran deyə bir məmləkət, Qacar, Səfəvi, bunlar hamısı Osmanlının məmalikinin biridir, məmləkətlərinin biridir. Onun üçün də görürsünüz, ordusu yoxdur. Yəni, hətta görürsünüz ki, bəzən Səfəvini çox şey edirlər. Əfqandan Məhmud, Əfqanlı Məhmud, o da türkdilər, gəlir və rahatca Səfəvini yıxır. Niyə? Çünki ordusu yoxdur. Yəni, hətta Qacarın sonunda belə görürük ki, Nasiruddin Şah çalışır ki, jandarmeri düzəlsin, qəzzaq düzəlsin. Ki, qəzzaqlar da 3000 nəfərdən azdılar, kodita elir. O zamanlar Osmanlı öz məmaliki məhrusəsində Darülfunun yaradırdı ki, bugünkü İran adlanan yerdə də neçə məmləkətində bu şeyin məmaliki məhrusi Qacar deyilən yerin neçə bölümündə Darülfunun yaranıbdır.
İndi deyəcəksiniz ki, nəcür ola bilir ki, dövlət, məsələn, içində dövlət olur. Bu günləri Rusiyyə dediyimiz yer, elə bu gün ki, hələ qabaqdan ki, İttihadı Cəmahiri Şurəvi idi, ondan qabaq da Rusiyyə idi. O Rusiya tezari, tezar Rusluğu ya Çar Rusluğu deyə məşhur idi. Oranı da belə nəzərdə alsaq, onun içində neçə dənə məmləkət var. Yəni İttihadı Cəmahiri Şurəvi dediyimizdə Azərbaycan Cümhuriyyəti özü bir cümhuridir. Cümhurilərin içində adı cəmahirdir, yəni cümhurilər cəmliği. Cəmahiri Sosialisti İttihadı belə Şurəvidir, nədir belədir, belə bir adı var idi. Osmanlı dövründə də bu cürdür. Osmanlı bir böyük dövlətdir, amma bunun içində kiçik dövlətlər var ki, ordusuzdular ya orduları çox, məsələn, polis həddindədir, jandarmeri həddindədir və çox orduları yoxdur. Orada hər nə mənə ki, Osmanlının mərkəzində olur, onlar təbəiyyət eləyərlər, ora bağlanaraq onu yaradırlar məmləkətlərində. Onlardan da biri Qacardır. Bu kitabı indi gedirik, bunun əksi, görürsünüz, nəqqaşinin əksi bu səhviyyə çıxıbdır. Sonki gedirik, nəqqaşı burada çəkilibdir, amma nəzərə gələn Osmanlıda çəkilməyibdir bu. Baxarıq buna əlbəttə. Görürük ki, dəqiq o deyə yox. Görürük ki, yaşıl rənginə bu yazının dövrəsinə, şeirin dövrəsinə çərçivə çəkiblər. Ehtimal verirəm ki, o birisi səhifələrdə də yaşıl da, amma mənim qərə görürəm müşahidə, qərə ilə yaşıldır, ona görə belə görürəm, amma nəzərimə gəlir ki, yaşıldılar. Belə baxırıq, bu kitab 193 səhifədir, yəni kitabın hər iki səhifəsinin PDF-in bir səhifəsinə qoyublar. Yəni, bu kitab 186 səhifə deyə bilirik ki, kitabdan söz gedir. PDF-in hər səhifəsini ki vururuq, 2 səhifə kitabdan gedir. Xətti çox gözəl bir xətt ilə yazılıbdır. O qədər gözəldir ki, bunu mən oxuya bilirəm. Sonralar o 3-4 səhifə ki, yaşıl idi çərçivə, hamısı qırmızıya çevrilir və kitab beləliklə davam edir. Bir xətt də yazılıbdır. Burada bir şey gördüm ki, şeirə ad qoyublar ki, burada ad qoyalar, başlıq qoyalar, amma olmayıbdır. Cəlib budur ki, indi ki, belə baxıram, nəzərə gəlir ki, elə bir, məsələn, bu səli bəhsidir. Çıxır kitabda, belə bir şey görsənir, o iki səhifələr naqis qalanda, bəli, o cür görsənir. Bu birinci dəfə idi ki, belə gördüm. Burada kitab kəlləbaş olubdur, ayaqbaş olubdur kitabın səhifəsi. Belə bir kitabda qabaqcan üzləşmişdik ki, kitabın içində səhifələr bir neçə səhifə düzdür, bir neçə səhifə ayaqbaş olubdur. Ya da baş ayaq olubdur, hayləsi desaq, yaxçıdır. Kitabın boyu uzundur və kitab yaxçı qalıbdır. İndi mən bunu biraz sürətlə gedim ki, burada da bir möhür gördük. Bu da Darülfünun möhürüdür, yəni Osmanlı dövlətində yaranan Darülfünun möhürüdür. Bunu da burada gördük. Mən biraz indi sürətlə gedirəm ki, bunu biraz... Bəzi yerdə görürük, kitab bir növ xəsarət görübdür, su girib, zahirən kitab bəli, sonlarda görürük ki, kamilən su buranı alıbdır və gəldik kitabın sonuna yetişdik. Kitabın cildi burada görürük. Bu cildi 3 qismətdən 3 bölümə bölünür cild. Qırmızı, tox qırmızı cildi varmış göndən, üstündə qızılı ilə ya qızılı ilə gözəl nəqqaşi və ehtimalən bir dana tüh kimi, toyuq kimi lelək deyərik. Bir lelək əhsi görürüm və cild 3-cü qismətdə o qismətdə şikif kimi qatlanır, kitabın ağzını bağlır. Orada bununla belə də təəssüflə kitaba su geçibdir.
Burada bir kitabın sonunda sonun görürük. Əcəba buna bir tarixi zadı ola bilər. Gedək kitabın əvvəlindən qeydək gələk görək ki, Xosrov Şirin Şeyxi mərhum, Şeyxi mərhum. Yəni Allah rəhmət eləsin, bu şeyxi yazandır, ölübdür, Allahın rəhmətinə gedibdir. Bir nəfər bu kitabı alıbdır, ya şey olubdur, bunun üstüne yazıblar. Ədəbiyyat kitabxanası burada görürük ki, həm İstanbul Danışgahının bilim yurdunun möhrü vardı, həm də Darülfünunun ədəbiyyat fakültəsi ehtimalən olacaqdı, onun möhrü görürük. Möhr də cildin üstünə də əksi düşübdür, çünki su çəkib kitab. Kitab dediyim kimi bir Osmanlı dövründə çəkilibdir, Bismillaha yer qoyubdur, yazılmayıb zahirən. Və çox gözəl bir nəqqaşi ilə abı yaşıl nəqqaşi çəkilibdir. Məscidin günbəzi kimi və günbəzin altında için, yəni rəhliyib deləb adamın içidir məsələn və eşikdə günbəzin eşiyindən də bir şeylər göyə gedir, amma ehtimal verirəm su geçdiyi üçün biraz rəngi azalıbdır, şayət də mən o cür görürəm. Bismillahı yoxdur kitabın, amma görək necə başlayır, çünki Bismillahı mətnidə yazıbdır. Və həmdül vahidil əhədil qədim və Bismillahi zilmənnil izam. Beləsi başladı. Yəni, və həmdil vahidil əhədil qədim. O, bir dənəyi ki, indi vahid ilə əhədin fərqi nədir, mən bunu bilmirəm, yəni anlaya bilmirəm. Vahid ilə əhədil qədim. Qədim yəni əzəli var idi, yəni yox idi bir zaman ya bir məkani ki Allah olması. Və Bismillahi zilmənnil izam. Görürsünüz ki Allahın adı ilə başlayır. Salamullah ya xeyrül ənam. Burada da Həzrəti Muhammed ilə danışır. Əleykə və nəbiyyinəl kiram. Xudaya bizə tövfiq rəfiq et. Xudaya bizə tövfiq rəfiq et. Məqam həqqə təhqiqi təriq et. Acıq tut hikməti açıq həman. Acıq tut hikməti tövhid babın. Bab qapı. Acıq tut hikmət tövhid babın. Gözümüzdən götür təqlid xabın. Gözümüzdən götür təqlid xabın. Xab yuxu. Bilirsiniz ki, xab türkçə sözdür. Bununla belə ki, biz farsıda işlətmişik, amma bizdə xab nəyə deyirlər? Xab və xumar sözü mənim nəzərimə gəlir ki, məsələn, bir məhfumda işlənir. Məsələn, biz deyirik ki, fərşin xabı var. Yəni, bir tərəfə yatır. O birisi tərəf eləyəndə, məsələn, bir tərəfə əlinizlə belə eləsəz, üstündə aşqal olsa, o xab tərəfinə eləsəz, süpürülər gedir. Amma tərisinə əlinizi çəksəz, gedər ilməklər dik durarlar, o aşqal gedər içinə. Biz xab sözü burada işlətmişik. Bugün bir çox gözəl kəlmə zehnimə düşmüşdü, onun türkcə olduğunu tapmışdım, amma indi zehnimə gəlmir. Məqam-ı həqqə, acıq tut hikmət tövhid babın, gözümüzdən götür təhqiq, təqlid xabın. Xab, dediyim kimi, o tərəfə ki, yatırıq. Təqlid eləyəndə biz yatırıq da, əslində deyirik ki, əqlimizi işdən salırıq. Təqlidin işi budur. Təqlid eləyən adam əqlin işdən salır. Əqlin götürür, qoyur qarağa, deyir ki, mən bu adam nə desə onunla gedəcəyəm. Öz əqlin işə salmır. Təəssüflə İslamda da o zamandan ki, deyə bilirəm, mən beləsi deyərəm, o zamandan ki, geçən 250 ildə deyim, ondan qabaq yox. Geçən 250 ildə, hətta 300 ildə İslamda və İslam torpaqlarının, müsəlmanların torpaqlarında xaricilərin, yəni düşmənlərin gücünün altında yetişirilən mollalar təəssüflə təqlidi eləyiblər toplumu. Onun üçün də toplum təqlidi bir toplumdur. Fərq eləmir, indi adət eləyiblər, elə elmdə də təqlid eləyirlər, teknolojidə də təqlid eləyirlər. Yəqinin nurini canə çıraq et.
Burada bir kəlmə yazıbdır. Mən bunu yekəldim, görüm ki, nə cür oxuya bilirəm. Yəqinin nurini canə çiraq et ləcildən zülmət şəkki iraq et. Əcəba bu əlifdir yoxsa lamdır? Yəqinin nurini canə çiraq et dilindən zülməti şəkki iraq et. Mən bunu dilindən oxuyanda ya da anlidən zülmət şəki iraq et. İraq uzaq eləməkdir, amma bu kəlmə nədir onu oxuya bilmədim. Səvadi qeyri vəsfidən cüda qıl, muhiti qatqı ilə aşina qıl. Muhiti qatqı ilə aşina qıl. Qatqı ehtimalən qət'i mənasındadır, kəsici mənasındadır, amma burada kaf ilə yazıbdır. Qatqı ilə, elə bir ki, qatışıqla məsələn, qatqı ilə aşina qıl. Yolum tardır, dar. Yolum tardır. Yolum tar, dərya, mürəkkəbim lənc, mərkəbim lənc. Tolum tardır, ya mərkəbim lənc, yorum əğyar, əda, məhrəbim təng. Yorum əğyar, əda, məhrəbim təng. İndi bu yorum nə olur? Onu bilmədim, ona görə biraz burada qaldım. Yolum tardır, dərya, mərkəbim lənc. Yorum əğyaru, əda, məhrəbim tənc. Cəzmən bəhr yox, bir qətrə tənəm. Cəzmən bəhr yox, bir qətrə tənəm. Siz mən mehribən kim zərrədən kəməm. Siz mən ya siz mən mehribən kəm zərrədən kəm. İlahi aciz o hur o nəhifəm. Qoy biçarə و sust و zəifəm. Bəli, hər zərrənindir bir vücudi. Bəli, hər zərrənindir bir vücudi ki eydərlər mehr şoq ilə sucudi. Bənim ol zərrə kim miqdarı yoxdur. Bənəm ol zərrə kim miqdarı yoxdur. Nə yüzdən gözlərim dari olubdur. Nə yüzdən gözlərim dari olubdur. Darı həm darı deməkdir, yəni tənc farsça. Həm də darı ehtimalən darı bir şey olmağı görmək deməkdir. Bir də bilirsiniz, bir dənə buğda kimi bir şey var, darı deyərik. Bəlkə də bu 3 dənə məna idi mənim zehnimə gəlir, amma bunlardan hangisi burada çox götürür? Bunca gözü dar olmaq. Yəni görə bilmir Allahın nişanələrini görə bilmir. Vücudum olu bimən böyükdür. Vücudum ulu bitməyən böyükdür ki hər bir zərrəsi tağdən böyükdür. Tağ, dağ həman. Dəstəli T ilə yazılıbdır, dağ mənasındadır. Ki hər bir zərrəsi tağdən böyükdür. Həyyula zülmətin əsli nasud. Nə surətdən? Şeir naqis qalıbdır. Burada şeirin nə surətdən yazıbdır, qalanı boş qalıbdır. Bunu dolduracaqmış, doldurmayıb şair. Çü səndən irə bir zərrə inayət. İrə yəni gələ, yetişə. Çü səndən irə bir zərrə inayət. Ola hər qətrə bəhri bi nəhayət.
Səndən əgər bir zərrə inayət gəlsə, lütf gəlsə, hər bir qətrə özü bir uqyanus olar ki, ucu bucağı yoxdur. Mücərrəd qıl bu zülmani qəfəsdən. Mücərrəd qıl bu zülmani qəfəsdən. Bu can ki vardı, buna deyir ki, zülmani qaranlıq qəfəsdir, canımızın qəfəsidir. Xəlas ilə səvasilə həvəsdən. Ya mən səva oxuyuram, amma ola bilər ayrı bir şey olsun. Xilas ilə səvasilə həvəsdən. Ki qudsilər yüzündən bərq ornur, ürə nur. Ki qudsilər yüzündən bərq ürə nur. Gözümə kəşf ola hər sirri məstur. Məstur üstörtülü. Üstörtülü sirrilər gözümdə kəşf ola. Dərunum fikru gilə roşən eylə. İndi bu kəlmə nədir? Onu da biraz şeydir. Dərunum fikru kilə roşən eylə. Fikr görünür, amma kil nə deməkdir? Qoyacaq burada. Kilə nə deməkdir? Kilə bu şeirdə nə anlamı daşır deyə bunu yazaq. Amma sonra burada o şeiri yazaq. Nə dedi? Dərunun fikru kilə roşən eylə. Bunu yazaq, görək ki, nədir? Dərunun fikru kilə roşən eylə. Burada kilə nə deməkdir? Bunu yazaq, görək. Görək bunu nə deyir? Bu acaba tapa bilir ki, bu kilə nə deməkdir? خودت نوشتی واژه کیله به شکل درست‌تر در ترکی کله معناهای زیر را میتوان پیمانه اندازه غله. در ترکی قدیم و عثمانی کیله واحد پیمانه برای اندازه‌گیری گندم جو و غله بود، مثل ساع یا پیمانه، یعنی چیزی که مقدار را اندازه میگیرد. ظرف یا پیمانه کلاً به طور کلی گاهی استعاری هم به معنی ظرف غالب معیار اندازه میآید. حالا در مصرع تو درونم فکر و کیله روشن ایله. اینجا کیله معنی لغوی ظرف غله نمیدهد، بلکه یک کاربرد استعاری şairane دارد. Tamam, bu da özündən ciddi bir şeylər desin. Kil ehtimalən elə ölçü olacaqdı. O düz deyir. Kilo sözü də buradan gəlir ehtimalən, amma kilo sözü indi latində min ədədin yerinə işlənir. Dərunun fikru kilə roşən ilə, burunun zikru kilə gülşən ilə. Kil bizdə 2-3 mənanı verir türkcə, mənim bildiyim hələ. Kil bir var kəsər, bir də küt, kil. Buna kil də deyirlər, küt də deyirlər. Yəni o şey ki, məsələn bir dənə bıçaq kəsmir, ağzı gedibdir, ona kit olub, deyirlər küt olubdur, kildir. Bir bu mənada vardı. Bir kil kələh yerinə işlənə bilər. Bir dənə də zehnimə gəldi, indi əlan uçdu getdi. Dərunun fikru kilə roşən ilə, burunun zikru kilə gülşən ilə. Dilümi səqləqıl səhvdən, səhvu zələldən. Dilümi səqləqıl, saxla qıl, yəni saxlamaq elə. Saxla qıl, qıl bir işi görməkdir, filan işi qıl, namazı qıl, bir işi qıl, yəni işi gör, o anlamdadır. Saxla qıl, yəni saxlamağın özünün bir saxlamaqdır, bir də saxla, yəni hər halda belə bir feildir, mürəkkəbdir. Dilumi saxla qıl səhvüdən, səhvu zələldən, zələl gümrahlıq şeydən. Bulumi ari qıl həşvu xiləldən. Bulum ehtimalən bulmaq anlamındadır, amma bilmirəm ki, bulum nə deməkdir əslində. Gözüm görün burada. Bulumu tapır ya yox.
yazmadı, getdi o şeirin dalısını. Bulumi arıqıl həşvu xiləldən. Bulum tapmaq. Bayaqçı təqliddir. Təqliddən indi qırağa çıxandan sonra deyir ki, o şey ki buluram, bulmaq, onu arıqıl, pak elə, təmizlə, həşvu hiləldən. Qılmağı burada gətiribdi, arıqıl. Arı özü yəni təmiz, amma arıt yəni. Arıt yəni, həşvu xiləldən. Dəm o dad o dilə tazələndir. Dəm o dad o dilə tazələndir. Zəburun sözünün avazələndir. Zəbur Davuddur. Şimdi o peyğəmbərlərin birindən nisbət verilən kitabdır. Zəburun sözünün avazələndir. Fəsahət ver səfayı müstəfadən. Mədəd gör rəvan əsfiyadən. Mədəd gör rəvan əsfiyadən. Yəni gətir vercinən. Gör də ki, bilirik. Bu xubi kim yerzün can içində. Bu xubi kim yerzün can içində. Mübarək tali et dövran içində. Ki əsir etdikcə aləm xürrəm olsun. Ki seyr etdikcə aləm xürrəm olsun. Nədimi olan adam xoşdəm olsun. Cəmalündən cəla bulsun. Nəzərlər zülalindən səfa tulsun. Tulsun cigərlər. Tolsun, dolsun həman. Zəlalündən səfa tolsun cigərlər. Sodayı can gözün purnur qılsın. Soda istək, dilin, ürəyin istəyi. Sodayı can gözün, can gözün, canın gözü, ruhun gözü. Sodayı can gözün purnur qılsın. Səmai dil yüzün məsrur qılsın. Burada bir üç nöqtə də qoyubdu altına, bilmirəm ki, fikrim oxunmayacaqdı. Mən məsrur oxuram, amma ayrı bir şey də olmaz bu zaten. Məani birlət can olsun mələkvar. Məani, o mənilər, düşüncələr burada. Düşüncələrlə bahəm, can olsun mələkvar. Məali ilə rəvan olsun fələkvar. Məali ucalıqlar. Oqunduqca müfərrəh namə dənsün. Qələm kim yazdi, meşkin xamə dənsün. Oqunduqca, oxunduqca kitab. Müfərrəhnamə olsun. Müfərrəh şad eləyən. Fərəh, yəni şad. Müfərrəh şad eləyən. Oxunduqca müfərrəhnamə densün. Densün deyilsin. Yəni ona oxuduqca nə gözəldir. Qələm kim yazdı, müşkin xamə dönsün. Kimin qələmi ki bunu yazdı, onu da müşkin xamə deyilsin. Xudaya yad ki ilə oldu bünyad. Yadın ilə olacaqdır. Kaf burada nun oxunacaq. Xudaya yadın ilə oldu bünyad. Buradan Allahdan deyir ki, sənin adınla başladıq işə başladıq. Xudaya yadın ilə oldu bünyad. Tamamən adınla eylə abad. Tamamın sonun, kitabın sonun adınla eylə abad. Tu şirin eylədin dillərdə qalın. Tu şirin eylədin dillərdə qalın. Heç döranə şirin et cəmalın. Ehtimalən burada bu nə mənə oxunacaqdır, o qəşəng görsənmir. Heç döranə şirin et cəmalın. Bu heç nə deməkdir, bu bilmirəm. Yəni ehtimalən bunun əvvəlində bir hərflər vardı ki, düşməyibdi ya da düşübdü, mən görə bilmirəm. Çünki dedik, bu kitaba su geçdiyi üçün bəzi şeylər yaxşı görsənmir. Ki bu dərdümlə fərhad-ı zəmanə. İndi özün, fərhad-ı zəmanə, yəni zamanın fərhadı. Ki bu dərdümlə fərhad-ı zəmanə
قله لطفی ilə سمت خسروانه سمت خسروانه قله لطفی ilə سمت خسروانه bu xaki mehri eksiri zər etsin bu xaki mehri eksiri siyed murad olqa kavilə şid gibi müəyyəd bu da yenə nə mənə oxunur o bilə bilmirəm qala adi ilə aləmdə müəbbəd burada o şid gibi nə mənə deməkdir bilmədim bəlkə də Kerem senin kerima, kerem sensin, senin. Kerem senin kerima fethi babid. Bu verdi müstetabi müstecabid. Verdi burada vurdu, dua. Vır elemək. Bu verdi müstetabi müstecabid. Duanın eylə düz şeyxi nizamın. Duanın eylə düz şeyxi nizamın. Ki Cəbrəil əmin eyliyə amin İnayət feyzi üçün dökdü cəvahir Gətür vəxtidir Vəxtid ray hərf mahir Hərraf mahir İnayət feyzi üçün dökdü cəvahir ehtimalən cəvahir bu kitabın yazan adı Kərima Fəthi Babid Bu verdi müstetabi müstecabid Duanın eylə düz Şeyxi Nizamın ehtimalən bu adamın adı Şeyxi Nizamidir Xosrov şiirini yazıblar üstə yazaq Xosrov və şiirini Şeyxi burada deyiblər burada şairin adı məncə şairin adı yazsaq Şeyxi Nizami Şeyxi Nizam Duanın eylə düz şeyxi nizamın Ki Cəbril əmin eyliyə amin İnayət feyzi üçün dökdü cəvahir Gətür vəxtidir ey hərraf-ı mahir Ya ey sərraf-ı mahir Cəvahir sərraf-ı mahir Əndər tohid və təmcid bari taala Görək ki nə deyir Çu bismillahdır hər fəthə miftah Futuhi əbvabın açar dənsə fəttah Dənsə yəni desə Dənsə fəttah Bu fəth oldu çu haqq tohidə nə rah Bu fəth oldu çu haqq tohidinə rah Zəhi xoş fatihə Elhamdülillah Sepas و şükr و minnət ol axər Ana köldür qəmu penhan و zahər Qəmunun o əvvəli illa o ki yox Qəmunun əvvəli illa o ki yox Dökünün axəri dünya həman Dününün axəri dünya dükünün Dününün axəri illa sonu yox Allah əvvəlin əvvəlidir, əvvəli yox Sonun da sonudur, axiri yox Dünün axəri illa sonu yox Zəhi mevcud ki yar etdi qədimdən ya qədəmdən Zəhi mevcud ki yar etdi qədəmdən Nəhal aləmi leyl ədəmdən Zəhi həyyi ki özündəndir həyatı Zəhi həyyi ki özündəndir həyatı Qəmu zati و باقی پاک ذاتی Zəhi qadir ki ana xəlq kövneyn ola ahun ki sana türfətül eyn Mən ahun oxuram, ola ahun Bəli, ola bilər altında mən ahun Sin əgər olsa asun gələ Amma altında bir şey kimi var Hey kimi yazılır, ahun oxunur Ola ahun ki sana türfətül eyn Əlim ol rəsmədir bərru bərrə
علیم الرسم در bir بحر و بره که بلور کائناتی ذره ذره سمیع ایلاکه دعوات خفیات سمیع ایلاکه دعوات خفیات قتنده şöyle که اصواتun رفیعات بصیر الحد kim mura yağın بصیر الحد kim kəm mur ayağın Bəsir ol həddə kim mur ayağın gecə ilə görər kim gün çırağın mürid ol kim muradündən du aləm dəgül bir zərrə və gəlviş diyak və ya kəm mürid ol kim muradündən du aləm dəgül bir zərrə və gəl küllü biş ya kəm kelam anındırır kəm nunu kafi nunu kaf Kur'an'da kon sözü kelam onundurur küm nunu kafi qılıbdır kainat əmrində kafi ki mevcud eylədi kevneyn vücudi dəlil vəhdət etdi hər vücudi Türeydir erşi o ferşi düzdür çesüz derksüz olacaktı. Türeydir erşi ferşi derksüz Türeydir neçəd bin aləm əməksüz Dərksüz və əməksüz beləsi oxunur. Yürüdür gecə gündüz mahu mehri Yürüdür gecə gündüz mahu mehri Bürüdür ətləsu çərxu sipehri Bürüdür, bürmək bir şeyə mesela bir şeyi bir kağızla, parça ilə, bir şeylə bürümək Günüzü gecə qaranlıqla bürüyür, beləsi Piçidən farsca Bürüdür ətləsu ətləs çərxi sipehri Əgər ki axəri güş mah əqdi pərvin ehtimalen qələt oxuram ki axər cüş mahə əqd pərvin ki o öz ırzıxana xənc çərxə nə'l zərrin ki ürər xənc çərxə nə'l zərrin Gəhi xənc burada bilmirəm nədir ürər yəni ürətər səpər gətirər Gəhi gülgün edər xəddi havایی Gəhi purxun edər tas səmایی Tas kasa səma göyü bir kasıya bənzədir ona görə deyir Gəhi isfidac edər ayi ziyadən Gəhi isfidac yəni ağardar da yəni Gəhi isfidac edər ayi ziyadən çəkər gəh sürmə yıldızə ducadən Sürmə yıldıza sırma çəkər Bəzən ki qaranlıqlaşır o şeylər onu deyir Çox gözəl şeylər gətirir Günü bir qurs edər xan fələkdə Günü bir qurs edər xan fələkdə Qurs ki biz qurs edirik, həbb edirik, atırıq o da qursudur Ayın da günün də üzü görürsəni onu qurs görürük də bir həbb kimi görürük Günü bir qurs edər xan fələkdə ki etmək bişürür mülki mələkdə ki etmək, ətmək həman əkmək bu gün deyilir Türkiyədə o da ətmək yeni çörək ki ətmək bişürür mülki mələkdə həman yəni gün gəlir bu şeyləri bişirir, meyvələr yetişirlər, buğda yetişir, hamısı onda yetişir. Qurur dudu buxari aləm eylər. Qurar dudu buxari aləm eylər. Ürər toprağa bir dəm adəm eylər.
Ürümək dedik da bir iş görər, onun üstündə işlər. Ürər toprağa bir dəm Adəm eylər. Cəhi tənnuri qılır əsl tufan. Cəhi tənnuri qılır. Tənur, tənir sözü ki deyirik, tənur ondandır. Cəhi tənnuri qılır əsl tufan. Cəhi nari qılır bağ و gülüstan. Yəni bəzən yerdən su coşur, qalxır, tufan olur. Cəhi tənnur qılır əsli tufan. Tənurdan tufan çıxır. Tənir de təndir biz deyirik də buna Qəradalda. Cəhi nari qılır bağ Gülüstan. Hərdən də bəzən görsə odu bağ Gülüstan edir. Həzrət İbrahimin qəziyyəsini işarə edir. Çe eder pişçe nişin tiğ düşmen. Çe eder peşçe nişin tiğ düşmen. Burada da Misrin fironlarının biri. Firon ləqəbdir də, məsələn şahlarının biri. Fironlarının biri deyirlər ki, bir mığmığa dişləyibdi, ölübdü. Girib burnundan dişləyib, hardan dişləyibdi, ölübdü. Onu deyirdi. Cəhi çe eder peşçe nişin tiğ düşmən, düşmənə bir tiğ elər. Ki attırır əbabilə fəlaxən. Ki bəzən də fəlaxən şeydir, biz buna nə deyirik? Süpah. Süpah. Bir dənə ipdir, barmağımıza keçizlərik bir tərəfin, bir tərəfin bu əlimizlə tutarıq, belə ortasına daşdan zıtdan qoyarıq, belə fırladarıq, atarıq. Fəlaxən deyirlər farsca, işlədir, elə burada da fəlaxən işlədir. Biz ona süpah deyirəm və deyirik. Ki attırır əbabilə fəlaxən. Əbabil quşları daşı alırlar, ağızlarını gətirirlər, göydən salırlar fillərin, zıdların başına. Onu deyir ki, o fəlaxən olur, dediyim süpəni düzəldir atır. Çedər ənkəbuti pərdedar ol. Həzrəti Muhammedə də burada işarə edir ki, Məkkədən qaçıb Mədiniyə gedəndə getdi, köhülə girdi. Allah orada bir tor atanı dedi ki, get ora bir tor çəkinən ki, o da getdi ora bir tor çəkdi. Gəldilər, düşmənlər baxdılar, gördülər burada tor var. Dedilər, içəridə kim olar ki, tor kəsilməyib. Ki edər ənkəbuti pərdedar ol, ki eydər hüdhüdi casus kar ol. Həzrəti Süleymanın da qəziyyəsində hudhudun gedir, casusluq edir, onu görsədir. Ətə ki Samir eylər mərd dərdi. Burada bir şey yazıbdı, oxuya bilmirəm. Ata ki sən eylər mərd dərdi. Bilmirəm bu nə cür oxunacaqdır. Türkcəm çox zəifdir. Ki atdın bətər eylər şiir mərdi. Ki atdən bətər edər şiir mərdi. Cəhi divə verər təxti Süleyman. Cəhi divə verər təxti Süleyman. Qılır ki muri mərdanə suxəndan. Qılır ki muri mərdanə suxəndan. Burada da Həzrəti Süleymana yenə işarə edilir ki, bir ləşkər çəkib getir, qarışığa gəlir Həzrəti Süleymanla danışır ki, hara gedirsən, dayan mənim. O hikayəyə işarə edir. Ki edər asiyə şəban əsayi. Burada da Həzrəti Musa ilə Fironun dərbarındakı caduların işlərinə işarə edir ki, Həzrəti Musa əsanı Soban burada əlbəttə, mən Şəban oxudum fikirəm, iştibah oxudum. Ki edər asiyə Soban əsayi. Soban ilan olacaqdır, ilandan böyük heyvan. Asiyə yəni asi, hərəkət eləyən düşmən kimi. Əsayə yüttürür ki əjdəhayı. Əsaya yüttürür. Yüttürmək, məsələn, bir adamın ağzına bir şeyi zorla qoyursan, deyirsən ki, bunu ud geçsin, zorla onu məcbur edirsən uda, ona yutturmaq deyirlər. Əsaya yutturur ki əjdəhayı, ki edər qübbə əminai xani. Şayətdən ki edər qübbəyi mina xani. Qübbə
Asimanın qubbəsinə, məscidin üstünə qübbə, biz günbəz deyirik, qübbə deyirlər. Bu göyyə ki vardı, onu da üçün hər yerdən baxırıq, bir günbəz kimi görsənir bizə. Ki edər qubbe-i mina xani, düzər ki gülşəni minu cəhani. Orada günüz baxsan abıdır hər yerdə, göylər minu, abidir. Orada deyir ki, hər şeyi düzüb bir-birinin dibinə. Bəhar ayin ki edər simafşan. Bəhar ayin ki edər simafşan xəzanu. Xəzan vaxtin qılır bağı gülüstan. Bəzən də görərsən ki, bahar gəlir, hər yer şey olur, gülçək olur. Xəzan vaxtində də görürsünüz ki, qılır bağı gülüstan. Gəlir bağı gülüstan xəzana gedir. Ki edər lalənin tacın mürəssə. Bir zamanda lalənin tacını açar, gülünü açar, mürəssə. Kil ki xirqəsin qılır mürəffə. Kimsəni toldur, kimsəni doldurursa qanə peykan, qılır olğunçədən peykanə tuluğan ya tuluğan. Tuluğan nə deməkdir onu da bilmirəm, yəni ehtimalən tuluq sözündən deyil, həbətə dolu sözündəndir. Doluğan olacaqdır, məsələn dolu. Ləb-i lə'lə şəkərdən nuş verdi. Dəri nütqə sədəfdən cuş verdi. Bəlkə dürr olar, ha, dürr-i nütqə sədəfdən cuş verdi. Zəbərcət şikli bir dulab qıldı. Zəbərcət şikli bir dulab qırdı. Dolab yaxsəl kimi, komod kimi bir şeylərə deyirlər dolab. Zəbərcət şikl, amma zəbərcət şikl nə cürdür onu bilmirəm. Zəbərcət şikl bir dulab qıldı, ani pür küzə-i simab qıldı. Küzə bizdə elə kuzə deyirlər farsda, odur da. Bu dollab acrə xəlqün bu əcibdir. Bu dollab acrə xəlqün əcibdir. Bu əcibdir. Kimi sirab و kimi teşne ləbdir. Əcəbdir o da olacaqdır. Bu dollab acrə xəlqün itrə olacaq ehtimalən. Bu dollab içrə xəlqün dollab fırlanan, dolanan. Bu dollab içrə xəlqün bu əcəbdir. Kimi sirab و kimi teşne ləbdir. Dollabı yazıq görək nə yazır əgər gətirsə. Dollab. Dollab nə deməkdir görək gətirir. Dəllal sözündən bu deyir gəlir, farsça da dedi, bu türkçəsi. Türkcə mətnlərdə nə deməkdir? İndi bunu gətirək, dollab. Osmanlı'da dollab, dəllab. Müstəqim از عربی گرفته است و در نوشته‌های آن داره دلاب، دلال واسطه خرید و فروش میانجی gene romanlı işlərdir. Bu dollab içrə xəlqün bu əcəbdir. Kimi sirab و kimi teşniləbdir. Uqulə qudretidir. Uqulə qudretidir. Hikmət amuz, nüfusə rəhmətidir. Məsiyət suz
Güləşdir adı ilə cümlə tarlıq. Genəşdir, genəşmək ya geniş, göstərdi, pəhn, farsda desək. Genəşdir adı ilə cümlə tarlıq, darlıq, genəşər onun adı ilə. Mən belə adı ilə. Tanaqdır varlığı ilə qamum varlıq. Tanıqdır, tanıq demək, yəni aşina, ehtimal verirəm bu mənada. Tanıqdır varlığı ilə qamu varlıq, qamu yəni tamami. Biri bundan ki aql örər əsası. Biri bundan ki aql örər əsası, irağandan ki fikri qılar qiyası. Qiyas nə deməkdir? Bir şeyi bir şeylə müqayisə eləmək, qiyas eləmək. Çəkmək, qabağına qoymaq. Nə hər kəs əvvəli isə ardı əfkar. Nə hər kəs əvvəli isə ardı əfkar, nə kimsə axərindəndir xəbərdar. Pəs bu da əvvəlisə deyil, əvvəlinə. Nə hər kəs əvvəlinə ardı əfkar. Nəinki əvvəlinə fikirlər gedib yetişmədi. Nə kimsə axərindəndir xəbərdar. Bətunin bəyani nur candır. Bətun içi bütün. Bətni sözü də buradan gəlir. Bətunin bəyani nur candır. Zuhurindən cəhan mülki nişandır. Ökü sol İço, taşo, deca, ağ, əgər, sol. Bu tamamən tək-tək sözlərdir, mən də bilmirəm. Önü, sonu, İço, taşo, deca, cağı, əgər, sol, sağ olacaqdır. Sağı, əgər, sol, pəs beləsi oldu. Önü, sonu, İço, taşo, sağ əgər sol, qəmu andan, qəmu anın, qəmu ol. Qəmu andan, hamı ondan, qəmu anın, hamı onun, qəmu ol, hamı odur. Yəni, burada Allahdan danışır ki, əşəqa, üst, sağ, sol, hamısı Allahdır demək. Münəzzəh zati ovsaf-ı bəşərdən, mübərra vəsf afat-u xətərdən, nə dil qılsın bəyan mahiyyət ondan, çu bilməz heç dil keyfiyyat ondan, nişani bi nişanlıq vəsfi biçun, məkani la məkanlıq sərri məknun, bu aləmdən bulur Adəm təhayyür. Bu aləmdən bulur Adəm təhayyür ki, aləm həm tühi ondan və həm pür. Cəlalindən ki, olar zöhrələr çak. Cəlalindən ki, olar zəhrələr çak. Sınıbdır dəsti fəhmi payı idrak. Sınıbdır dəsti fəhmi payı idrak. Əgər Cəbreyil olursa əqlə rəhbər, yığar dəşdən ol eşikdə şəhbər. Yağar dəhşətdən ol eşikdə şəhbər. Deyirlər ki, Həzrəti Məhəmməd ki, getdi Allahın ərşinə yaxın. Orada bir yerdə izafi Cəbrəil dedi ki, mən buradan bizə gələ bilmərəm. Buradan bizə mən gəlsəm aradan gedərəm. Onu işarə edir. Əgər Cəbrəil olursa əqlə rəhbər, yağar dəhşətdən ol eşikdə şəhbər. Dəyər bin nutq böyle ruh-i əzəm. Digər bin ya dəyər bin nutq böyle ruh-i əzəm. Qılır heyət, qalır heyrətdə ol həzrətdə əbkəm.
Yəqinlər eylərdir elmində heyran. Yəqinlər eylədir elmində heyran ki, İraqdağı bir heyvan nadan. İraqdı şeytanı uzaqdı, ha ona İraqdı deyir. İraqdığı, uzaqlaşdırdığı, İraqdığı bir heyvan nadan. Ki zira qurb əqrəb bu'd əb'ad. Burada çox əcib sözlər işlədir. Əlbəttə, kollən gedibdir İslamda işlənən fəlsəfi sözləri, İslamın içində olan fəlsəfi sözləri işlədir. Ki zira qurb əqrəb bu'd əb'ad. Ana nisbət ibarətdir mücərrəd. Cənabında ki aləm kəm kəbirdir. Cənabında ki aləm kəm kəbirdir. Əzəldən ta əbəd hər dəm cəbirdir. Nə vardır elmi təhririnə, ehtimalen elm bəhrinə olacaqdır. Nə vardır elm bəhrinə nəhayət, nə buldu mülk bərri hədd و غایət. Qəmu fani و باقی و وچیدür بس. Qəmu fani و باقی وچیدür بس. Qəmu fani و باقی وچیدür بس. Zehi varlıq təala و təqəddəs. Sənasında kimin həddi durur ədd. Ki la əhsasına dedi Əhməd. Yüreyin mərifət yolun tərəbnak. Yürüyen mərifət yolun tərəbnak. Çığırır heyrətindən ma ərəfnak. Çığırmaq, fəryad kərdən, dadı güdəkər. Çığırır heyrətindən ma ərəfnak. Ma ərəfnak ərəbcə sözdür. Yəni, tanımaq olmadı. Səni tanımaq olmaz. İbadətdən dəm ürən cüstü çalak. Kemal əclə edər ma əbədnak. Ma əbədnak haqqı ibadət, heç belə bir hədis kimi bir şey vardı. Ona işarə edir. Bulur şulcan ki irfani sədəf sıfətdir. Bulur şulcan ki irfani sıfətdir. Ki elmi əczi ali mərifətdir. Ki elm əczi ali mərifətdir. Qəsidə, bir tane getir qəsidəyə yazsın, görsək bu nə mənədir. Hələ kitabın özünə geçməyib ki, nə yazır. Mən çalışıram ki, görək bu kitabın adı nədir, niyə yazır, onları gedək. Qəsidə. Ey kəmali qudrətün nəfxündə aləm bir nəfəs. Vey cəlali izzətün bəhrində dehi kəf xəs. Fikir elə belə oxuyunacaqdır. Sətvətün bilinə bilisə Süleyman Murtə. Sətvətün nilə bilbilən Süleyman Murtə. Rəhmətün xastə tavus qudsilər məgəs. Rəhmətünün xasına tavus qudsilər məgəs. Taət koneyn istifna gilə yad hava. Ehtimalen istiğna olacaqdır. Taət koneyn istiğnanlə yad hava. Cənnət firdevs didarınlə bəlkə həvəs ya. Kamil oxunmur, mütəəssifانه oxuya bilmirəm. Əql şəm'i necə idrak edə ənvar cəlal. Çünki 70.000 hicab ardından olur müqəddəs ya müqəbbəs, belə bir şey. Kibriyanın karyanından xəbər verməz uqul.
Kibriyanın karyanından ya karyanından haber vermez gul. Ermez ondan can kulağına meğer bang ceres. Marifet yolunda oldum senler müşteri. Marifet yolunda oldum senetler müşteri, seninler müşteri. Görek navek menzilinde derkidek de önsün fers nədir o. Çox burası şeydir, gedək bir ayrı yerə bunu oxuya bilmədik. Ağır deyil. Əndər məratib tevhid, burada tevhidə görə danışır. Gəl ey can mətləb Ali Arrasın که توحید oldu اعلای مقامات budur اقصای غایات کرامات demiş her taife aklar ardınca basiret nuri kudreti verdince onun vesfinde tüm çok رمز و işaret onun vesfinde çok رمز و işaret kimi zogi kimi علم و عبارات ولیکن راه توحیده حقیقت yol erer adi اصحاب طریقت چه زیرا بحر کم پایانی yoktur. چه زیرا بحر کم پایانی yoktur. احاطه etmekin imkanı yoktur. Şular kim akl و ilmin kamilidir. Şular kim akl و ilmin kamilidir. Eriştüci bu bahrın sahilidir. تعالی شأنه اما یقولون منزه ذاته مما یشیرون İrem bağı ne bilsin berci terre tere amandı. İrem bağı ne bilsin berci terre bir terenin yarpağı ne bilsin ki bağ nedir cennet nedir. İrem bağı ne bilsin berci terre güneş cirmin necə şərh edə zərrə. Güneşin cirmin böyüklüğün vardır bu necə kar idilər bəyani. Əcəbdir bu necə kar idilər bəyani. Dəxi məstur olər haqqın əyani. Ki zira pərdədə nuridir ziyasi. Ki zira pərdə که زیرا پرده نوریدür زیاسی ظهورندندür غایت خفاسی ولی چشم اهلinin تنگی جترür وجد حاله اهل شوگی نتاچم دیدی نفیدن مصافات نتاچم دیدی نفیدن مضافات که التوحید اسقاط الاضافات که التوحید اسقاط الاضافات çim eder çimse çim sabit qədəmdir. Çim eder çimse çim sabit qədəmdir. Hədes nəfli ilə isbat qədəmdir. Demiş fərq eyleyin haqqı əbəstən. Demiş fərq eyleyin haqqı əbəstən ki tez nəhyidir Allah'ın hədesten ki tez nəhyidir Allah'ın hədesten qəmunun hasili oldur müvəccəh ki muhdesdir havadisten münezzeh cemali bircə gerçü qadr ibarat cemali bizcə ehtimalen gerçek qadri ibarat qəmu ol hüsnə ederler işarat. Geçti bir ayrı şeire görək ki ibarat naşti ve husn ka vahid ibarat naşti ve husn ka vahid ve kullu ila zakel cemali şehir belə bir şey. Əgərçə yoxdur ruhətdə qismət. Əgərçə yoxdurur vəhdətdə qismət.
beyan ol resmi kılmış ehli hikmet ki olur üç mertebe tevhid-i mütlak, biri ilmi, biri eyni, biri hak. Ki olur üç mertebe tevhid-i mütlak, biri ilmi, biri eyni, biri hak. Sözü ilm ehlinin burhaniledir. Sözü ilm ehlinin burhanledir. Veli eyni istenin vicdaniledir. Veli eyn isteyenin vicdaniledir. Olur tevhid hak mahsus vahid. Olur tevhid hak mahsus vahid. Ne qabil yol bulur ana ne vacid. Ne qabil yol bulur ana ne vacid. Ender kısmı nakli. Tevhidi üç yere böldü. Elmi, eyni, hakkı. İndi onları başlır bir desin ki nedir? اندر اقسام توحید که افعالی و صفاتی و ذاتی است، اندر توحید ذاتی میگوید، اندر توحید صفاتی، اندر توحید حقی که توحید رحمانی نیز guyand. Cəlaletdir ki, bu şeyləri sonra yazıblar, bu başlıqları farsca yazıblar. Yəni ehtimal mən verirəm ki, bu kitab düşübdür. Çünki əvvəldə bir yerdə şeir də boş qalıbdı, yazmayıbdı. Bunları düşübdü bir farsın əlinə, götürübdü bura özü şey yazıbdı. Ya da ki nüsxəçidir. Nüsxəçi farsı da bilir, götürür şeirləri türkçə yazır, başlıq yazır, farsça yazır. Ma vahdul vahid min vahid iz kullu min vahdihu ve cahid. Bu da bir şeirin başlığıdır. Əndər Tevhid yenə də qəsidə. Bu qəsidəni oxuyaq görək nədir? Nədir ani cəhanda izzət-u cah? Nədir ani cəhanda izzət-u cah? Əsər la ilahə illəllah. Kimə düşsə olur səid əbəd, nəzər la ilahə illallah. Etdi dini dünəni nurani dünyanı. Etdi dini dünəni nurani dünyanı. Qəmər la ilahə illallah. Alim adamın zuhuri nur, məzhəri la ilahə illallah. Kimyadır ki qəlbi xalis, yox üzr istəyirəm. Tulu'dur ərş و فرش و کون و مکان خبری لا اله الا الله. کیمیاdır ki qəlbi xalis edər cevheri la ilahe illallah. Atıcıq tey olur sicilli vücud mahzeri la ilahe illallah. Limenil mülk xittəsində olur urulur. Limenil mülk xittəsinə urulur mənbəri la ilahe illallah. Göstərir vəçi qurbi ədnani rəhbəri la ilahe illallah. Şamişir ki zəlami küfri sürür səhəri la ilahe illallah. Qiymətində görər du aləmi xaç cühəri la ilahe illallah. Xoşpənah oldu tir hazətindən səhpəri la ilahe illallah ya sepehr la ilahe illallah. Bəhr heyrətdədir səfine-i ruh لنگری لا اله الا الله. دو جهان benim canından ölünedir. دو جهان benim candan önedir. çakeri la ilahe illallah. Alem ağzına verdi lezzet can. Şekeri la ilahe illallah. Ya şükri la ilahe illallah. گردن چرخ و بشت عرش بکر چنبری لا اله الا الله. هرچه
Nə'l-bəndi oldu tac cahan, kəmər la ilahə illallah devam edir, gedir. Kəlmə-i çənd be təriq hikmət, vəhdət və afəriniş. İstəyirəm ki, bunu yetişək bir yerə ki, bizlərə özündən desin ki, kimdir. Ona görə qorxuram da ki, bunları indi geçsəm, xüsusən bura, ora ola ki, burada özündən bir sözlər deyə. Ki, kimdir, nə yazır, nə mənə yazır. Biraz da beləsi gedək, görək şeirin başı çıxanda nə çıxır. Ehtimalən burada ola, baxaq görək nə olur. Olmasa qeydib oxumalıyıq, çünki bunu tapmalıyıq. Nəzər bunda qıldı, yolda qıldıq. Buradan bir şey görürəm, amma Ərüb gəncinəyə iblis dadəm, iblis u adəm, ikisi dəxi oldu küncə həmdəm. Qəsb gözladı, biri rəhmət. Qəzəb gözladı, biri rəhmət. Birisi buldu lənət, birisi nemət. Yox, şey deyil, dedim ki, gəlir özünə görə, amma o deyil. İstəyirəm görüm bu kitabda özünü mərrifə eləsin, kitabın adını desin. Seyyidül Mürsəlin. Buradan ehtimal verirəm ki, bunlardan sonra olacaqdır. Seyyidül Dərnəti Seyyidül Mürsəlin. Bundan sonra Həzrəti Rəsula görədir. Bundan sonra Qəsidə Dərnəti Seyyidül Mürsəlin gələdə. Əndər səbəbi nə? Aha, oldu, tamam. Əndər səbəbi nəzmi kitab. Məgər bir gün ki dərd olmuşdu dəmsaz, gülülə hatifi can verdi avaz. Gönüllə ehtimalən olacaq, gönüllə, gülülə oxudum mən, ehtimalən gönüllə hatifi can verdi avaz. Ki ey biçarə, nə üçün xəstə dilsən, əzizün ən nəfsisən, xaru xəcilsən. Əzizun nəfsisən, xaru xəcilsən. Nəfəs kərəm ilə daanınsa əfsürdə. Ehtimalən rəvan da deyil. Kərəm nəfs ilə daanın fısırdə. در دادın ger olmadı kimsə mürdə. Baş tapmadım bu nə mənə, türküm yetişmir. Yəni kəlmənin yazılmasın, oxunmasın, eşidilməsindən heç bir təcrübəm yoxdur. Kimin kim adı aləmdə didir. Ana olmadı verərlərsə yeridir. Burada bir yetdilər belə çəkib aparıbdır eşiyə, amma görsənmir nədir. Yazıb. Ürək dünyada adidir qalani. Ürək əgər olmasa olar arın dünyada adidir qalani. Qalanın gerçək olmuşdur yalani. Qalanın gerçək olmuşdur yalan. Olar ki, arın dünyada adidir qalani. Ərən, əgər tutsaq bunu, ərən dünyada adıdır qalani. Bu dünya ki, hərəkətdədir. Burada o şey ki, qalanda addır. Qalanın gerçək olmuşdur yalani. O adamlar ki qalıblar, onlar yalandılar. Yəni ölüb gedəcəklər da. Bir şey ki bir müddət qalır, istir beləsi desin. Bəli şul adünə ola xeyr
خیر ایاد یا یاد خیرایاد ولی şul ad ki ola xeyrayad çe yad diyiliş ede aferin bad çe yad diyiliş ede aferin bad şul adam ki şul ad kim açacak nefrin irle şul adam ki şul ad ki açacak nefrin edile anlamaktan pek ol kim o ne dile on dile onu dile belası anlamaktan pek ol kim onu dile deyir ki ya da xatırcət nifrinlə adı əgər bir ada ki nifrinlə gələcək ya da ondan yaxşı ki məsələn deyir ki Allah lənət eləsin Rza Şaha, Allah lənət eləsin Məhəmməd Rziya, Allah lənət eləsin Xomeyniyə, Allah lənət eləsin Xameneyə. Bunu ki deyirik məsələn. Deyir, şul ad kim açacaq nifrin edilə, onu nifrinlə yad eləyəcəklər. Anilməkdən pək ol kim onu dilə. O, yap yaxçısı budur ki, o yaddan çıxa. Bunun yerinə ki, yada gətirirlər, yaddan çıxsın. Nifrinlən şey. Nə var yoxsa çox malu mənalın. Ne var yoksa çok malu menalun kanınla hoş ki geçe alemde halun ki onunla halın hoş geçe verasen o alasen ev ayu adi veresen alasen verasen o alasen iyi adi yaxçı ad alasan saxlayasan düzəlsən ahirət yoluna zadi zad gedib Farsi olubdu zad tu şey rah o həman zad yəni bizdə şey bizdə o zadı vermənə o şeyi vermənə yəni şey ərəbcə sözdür türkçəsi zaddır bunu orada işlədibdir düzəlsən ahirət yoluna zadi gələn ahirət yoluna bir zad düzəldəsən doludur xatırın gənc-ü cühərdən. Toludur, yəni doludur. Doludur xatırın gənc-ü cühərdən ki yekdür hər biri yorgan zərdən. Yüzgan zərdən. Ki yekdür hər biri yüzgan zərdən. Yüzlər qızıldan hər biri dahi yekdür, təkdir. Nə cövhər oluna nur pakdəndir. Nə cövhər ol ki nur pakdəndir və dəgül oğəndir. Gəldi, düz oxuduq. Dəgül o, od, su, bad, xakidəndir. Cəvahir kim ənasür gilə tərkib. Cəvahir kim ənasür gilə tərkib biraz müddətdir ana nəzm-u tərtib. Vəli söz cövhərinin kanı candır. Vəli söz cövhərinin kanı candır. Ənin canı kimi hökmü cavidandır. Ənin canı kimi, ənin ehtimalən anın ya zamanın canı kimi hökmü cavidandır. Cahan ol cəvahirdən nisar et. Cəhana o cəvahirdən nisar et. Bu zahir niməti şükr aşkar et. Dilün dəbərd çü var sözə məcalün. Dilün dəbərd çü var sözə məcalün. Bulursan qılmır sər qalə halın. Bulursan qılmısər qalə halun. Qələmsər ehtimalən ola. Bülürsən qələmsər qalə halun. Sözünü saz eşqə eylə dəmsaz. Suzuki yazıbdı. İstədim Suzuki oxuyam yadıma düşdü ki, Japon sözüdür, türkçə deyil. Sözünü
Çünki Kafla yazır da, bizdə türkçəmiz yaxşı olmayanda belə olur. Sözünü sazı eşq ilə dəmsaz, bülənd et pərdeyi semtindən avaz, bülənd et pərdeyi semtindən avaz, qəzəl tərzində gər qılın qoydur. Qəzəl tərzində gər qilin qil ki deyir, onu deyir. Qəzəl tərzində gər qilin qəvidir. Məhəkki nəqdi qolun məsnəvidir. Məhək bir şeyi, məsələn, qızılzadı vururlar məhəkə, görürlər ki, qızıldır, qızıl deyil, onu o cür sözdür. Məhəkki nəqdi qolun, nəqd eləmək qolun, danışığın məhəkidir. Görürsünüz, o zaman bunu qəbul edirmişlər. Yəni ki, söz nəqd olmasa, məhək yeməz. Məhəkki nəqdi qolun məsnəvidir. Həvəs nəqşi ilə edər hər bir sitadi. Həvəs nəqşi ilə edər hər bir ehtimalən ustad ya sitad. Biş 10 bin dürür divan ərmən abad. İmən abad ehtimalən. Həvəs nəqşi ilə edər hər bir ustad 5-10 bin dörd divar mən abad. Divariyen abad. Hünər bir şəhri bünyad eyləməkdir. Hünər bir şəhri bünyad eyləməkdir. Ətin o taş abad eyləməkdir. Əçin o taş abad eyləməkdir. Ki hər bir beyti mə'mur ola məcmu, fələkdən səthi ə'la, səqfi mərfu. Sözə ol siccədə eylə əlamət. Ki vaxtinə xutbə dورانی بنامت. که وقتینə hütbə ilə bir şeydir. Yanıq atəş sözdə leykən abdar et. Yanıq atəş sözdə leykən abdar et. Yel üçənlər həvasın xaksar et. Sözün asan olar olda zinəhmi, bilmirəm nə cür yazılıbdır. Verir leykən bəs səbat ol nəzmə əzmi. Nəzm olacaq bu da. Sözün asan olar olanda nəzmi, verir leykən səbat ol nəzmə əzmi. Gərək əndişə ödündə heyzə münəffər, belə bir şey. Ağzı deyə bir nöştə nəğz olacaqdır. Bəs o nəğz, bu da nəğz. Gərək əndişə ödündə heyzə nəğz ki can ağzı deyə bir nöştəyi nəğz. Nə söz kim fikrinə baş olmaya heç. Nə söz kim fikr nə baş olmaya heç. Yaramaz dildə zikr eyləməyə heç. Sözün canı degərdir əqli qəvvas. Suzan söz əncü can dünər. Söz əncü can dizdir əqli qəvvas. Okey. Söz əncü can dəniz. Söz əncü can dənizdir əql qəvvas. Elə cəridi ilə girər cövhəri xas. Elə cəhdi ilə girər cövhəri xas. Bu da ələ olacaqdır. Ələ cəhdi ilə girər cövhəri xas.
خطرلو جوهره استاد حکاک ürünce elmas adılar zahresi çak ürünce elmas olar zahresi çak onun üçün gövheri xas و nefisi verer şagirdine sanat reisi bu hatif nəğməsini cuş qıldım. Buradan məsələn fikrində elə bir ki ilham gəlir biləsən, onları deyirdi. Bu hatif nəğməsini cuş qıldım. Səmaindən xuruş و cuş qıldım. Beşarət buldu üçün sahib tələbdən. Dil و can rəqsə gerdi ol tərəbdən. Hərzəkim sakin oldu istirabi. Birzənim bilmirəm, bərzənim oxuyaq bunu ilə, mən oxuyaq. Sakin oldu istirabi, verər hatif sualinə cavabı. Ki ey qudsi lisanın tərcümani, سرای سر خلوت پاسبانی نصیحتler çevirdin eyni haktır sana cuş eyleyen batil gulakdır dilim gerçe tuludur doludur dilim gerçe doludur sem o taat tani ol şuğle candan istitaat şular kim bu sebeple saliş oldu Şular kim bu səbəblə salik oldu, məarif mərkəbinə malik oldu, gərəkdir hikmət و şər و bəlağət, kifaf و səhhət و əmn و fərağət. Bunlardan olmasa mevcud bəhrə, nədən lü atə ol məqsudə çehrə. Gönül vaxtində bulmasa huzuri, Gönül vaxtində bulmasa huzuri netabula bəsirət gözü nuri netabula necə bula netabula bəsirət gözü nuri neçə söz kim geçər üç fələkdən neçə söz kim geçər ovci fələkdən dəyildir ol məgər vəsf mələkdən جرجدر رفعت آسیابی مهیا چه söz irə saradan ta süreyya sara nə deməkdir? 3 nöqtəli sığınan sara Türkçədə nə deməkdir? Mən şu soruşuram, bu farsı yazır. Cəhət bunun dilini dəyişdirəm. Tabancər deməkdir, deyir. Benim bir cuşədə بیزاد و بیار غریب و خسته و benəm bir cuşədə bizad و biyar غریب و xəstə و zar و delfigar. Çörək kitabı bir yerdə deyəcəkdir ki, cigərgərdun o gündən pare pare. Cigərgərdun o gündən pare pare. Yürək bir dün əlindən pare pare. Dün dünya. Dün əskik. Əslində dün əskikdir. Əski şeyə dün deyirlər. Dun. Farsıya da dun deyirlər. Amma don yazılır. Don. Bir don əlindən pare pare. Xuda bir qovmə uğrətdi yolumi. Xuda bir qovmə uğrətdi yolumi ki səfdən fərq edəməzlər solumi. Ki sağdan fərq edəməzlər solumi. Sağla solumu tanımazlar.
Sorarsan یک görer ehli ahiden. Sorarsan یک görer ehli ahiden. Himar avazəsin İsa dəmindən. Himar avazəsin İsa dəmidən. Fəzilət qətlərində zərdür o mal. Fəzilət qətlərində zərdür o mal. Çu yoxdur deyməyə bir qilə bin qal. Çu yoxdur dəyməyə bir qilə bil qal. Bir qilə bil qal demək, yəni bir sözə bir söz tapıb demək yoxlarıdır. Fəqət deyir ki, bunların yanında pul, sərvətdir fəqət, yəni mal, dünya malı deyir bunlara şeydir. Bilən örtər haqqı haqdən, həsəddən. Bilən örtər haqqı haqdən, hiqdən, həsəddən. Haqdır, hiq düyün, hiq o həsəd. Bilən örtər haqqı hiqdən, həsəddən. Əşirməzlər ki xud təəni həddən. Çü sözü müstəmi fəhm etməyə cüst. Necə qüvvətliyüb təb olar süst. Necə qüvvətlisə təb olar süst. Dil u candan gərək çoğan meydan ki ürə onda söz توبن سخندان. چو دوران علی ölçrəməsə çırağım. Çu dövran əli ütürməsə çırağım, ya ölçürməsə çırağım, ehtimalən belə bir şey. Necə bir edə fişr odi yağım. Necə bir edə fikr odi yağım. Bunu cüher xər mührədən olunməsə fərq. Cüher xər mührədən olunməsə fərq. Nətün əndişə bəhrinə oləm qərq. Gər ol natiq qeybidir ey xam. Gerو ol ناطق غیبیdir ey خام. Bəhanə etmə təəllüldür bu ovham. Xiyal و şək sözün dildən iraq et. Xiyal و şək sözün dildən iraq et. Yəqin و haqq sözün canə çıraq et. Çufayəndür qaputan taq و rəvargi. Çu fayəndür qabu taq و rəvaqi. Dəriş sözlərin zikr-ü baqi. Dəriş sözlərin zikr-ü baqi. Dəriş sözə dilərsən. Dəriş nə mənasıdır? Bunu ona görə baş tapıram. Dəriş sözə dilərsən zikr baqi. Nə var qatində görməzsən söz əhlin. Nə var qatində görməzsən söz əhlin. Qəntludur üçər bulər söz əhlin. Qənətludur üçər bulər söz əhlin. Həkimin yetkidir lafz-ı hikmət. Həkimin yetkidir lafz-ı hikmət. Bulur bulduqda eani haqqı nemət. Ulu nemət durur haqdan bu məqsud. Ulu nemət durur haqdan bu məqsud. Əcəmi nemət isti olsa mahsud. Əcəmi nemət isti olsa mahsud.
بزرگن عالمی یوسف جمالی بزرگن عالمی یوسف جمالی چه کردی حق دا خونده حد آخوندن ملالی حق دا آخوندن اخواندن چه کردی حق دا اخواندن ملالی kardeşler cəmdir ərəbcədir biləxərə tapdım Məsihin ruhu lihisin vücudi bu nə mənədir Məsihin ruhu ləhizin vücudi cahanda bir cahudidi husudi cahanda bir cuhudidi husudi ya çesudi beləsi bir şey Məhəmməd Nuri bergerken eriden Məhəmməd Nuri bergerken eriden şarar irerdi nar bulehirden ya da bulehebden ihtimalen nar bulehebden ihtimalen belası bir şey Beli her cizlü göncün mari vardır Beli her cizli gəncün cizli mən bunun cizlini hər ciz oxuram Bəli hər cizli gəncün mari vardır Nə yüdə gəl bətərsən xarı vardır Nə yerdə gül bitərsə xarı vardır Türkçəyə bax mən türkçə oxumağım lap belə Əlbəttə əlyazma oxuruq və imlası fərqli, yazması fərqli, səsi yox Bunları da nəzərə alaq çalışıram oxuyam, çalışıram öyrəşəm Bu batil fikri Adəm haqdan inayət Bu batil fikri Adəm haqdan inayət Şəh-i Sultan Doranidən himayət ki Sultan-ı Cahan sahib nəzərdir Hünər qədrin bilən əhli hünərdir Seçərsə qil و gəldən hər bir acaq Qili yüz yerərdə qəttə olşaq Qılı yüz yardırər Qılı yüz yardırər qəttə olşaq Şah hər bir qılı yüz yardırər Söz əsrarına fikri eylə casus Söz əsrarına fikri eylə casus Olar ki əhvali qeybə peyki quddus Olar ki əhvali qeybə peyki quddus Anın yadinə eylə sözə bünyad Ki bad olsa cahan ol qalə abad Bu şahi adın eşitdi can qulağı Çu şah adın eşitdi can qulağı Qəvanib getdi tazidən ulağı Sucudə vardı Subhan Həzrətində Qoşundu costu sultan dövlətində Tamam, buradan içində bir fikirlər geçib ki, yazmayayım, onun davasını eləyibdi Görək ki, əcəba, burada indi şahı hangi şahın deyir? Sultan Murad xan burada yaz dərmət və duayı Sultan-ı Əzəm Rəfiul Qədr və şən Murad ibn Məhəmməd xan Sultan Murad Məhəmməd xan Sultan dünən də bunun Murad xan ibn Məhəmməd xan dedik ki, 3-cü Muraddır ehtimalən Sultan Məhəmməd xan نه سلطان آفتاب هفت کشور همایون طلعت و فرخنده اختر فریدون فر و دارا رای جمجام فلک تخت و جوانبخت و جهانکام الف افتدن aldı رای رحمت الف
Ülfetten, alif ülfetten oldu. Ra'yı rahmet. Kaluşah ki ol kalaşah mim melek dal dövlet. Kevalaşah mim mülke و dal dövlet. Kevalaşah mim mülk و dal dövlet. Mim mülkün mimi, dalın dövlətin də dalı. Bu dördü dört rəkinin cəhana. Bu dördü dört rəkinin cəhana bir ad olmuşdu. Ol şahi zamana. Sorarsan kimdir ol haqdan müəyyəd. Verim Sultan Murad ibn Muhammed. Belali dəmdən adın al Adəm. Belali dəmdən adın al Adəm. Murad onunla buldu ehli alem. Murad can و مقصود جهاندır. Murad can و مقصود جهاندır. Onun hürmetli adı herzi candır. Belə mən oxudum, amma eləyə bilər ki, herzi olmasın, bilmirəm. Qəmunun dövləti ilə çıxsa adı. Onun dövlət murudi, din muradi. Xudaya çün şərəfdi verdün bu adə. İrişdi ilə aləmdə muradə. İrişdi önlə aləmdə muradə. Əcəb midir muradın versə məbud. Ki hasildir qətində cümlə məqsud. Toğuldən ədlilə ömrü rəbii. Toğuldən, doğulmaqdan. Toğuldən ədl ilə ömrü rəbii. Cəhanın ümməhatidir mütii. Bu odur. Bu evdə su deyil, topraq sərasər. Bu od o su dil, topraq sərasər. Bu od su dil deyil yaman. Topraq sərasər. Məzacə gərçi ölməzlər beraber. Erişse hükmü adlinin misali. Erişse hükmü adlinin misali. Bula bunlar hakiki itidali. Rikabini geniş düşende saklar. Rikabini geniş döşünde saklar. Ay atı ta'lini göğüşünde saklar. Ay atı na'lini ihtimalen göğüşünde saklar. Deniz cudi hayasıyla arakriz. Deniz cudi hayasıyla arakriz. Sabah lütfi sefasıyla seherxiz. Segirdüb bəxti atı gəlsə colan. Sınırdüb ihtimalen olsun. Sınırdüb bəxti atı qılsa colan. Verər çərxə öz qılaq seydi meydan. Verər çərxə öz qılaq yeddi meydan. Qılıcı oddi silsə düşmənə bərq. Qılıcı oddi salsa düşmənə bərq. Şəfaq gibi olar qan bəhrinə qərq. Qılıcı suyu sönsə nuş cani. Qılıcı suyu sönsə nuş cani. Bunlar olmuşlar abi zindicani. Ne mülke yüz tutarsa ol cahangir. Müyesserdir ana bi tiq و bi tir. Ne şehçin payine ürmez seranın. Beşine olur efseranın. Tutar ol Rum içinde Çin sehercam şayet de. به جای جانرمندن مصرل شام. یه جا nərinindən Misrlə Şam. Bilmədim bu nə deməkdir. Oxuya bilmədim.
Qılınc haqq yoluna qılsa həmayil. Qılınc haqq yoluna qılsa həmayil. Qəzadan qeyrə olmaz göllü mayil. Umur ədna qədli əflaq verdi. Əxlaq ehtimalən. Olur ədna qədli əxlaq verdi. Kiminə çakəri seyr əngurdi. Kiminə çakər seyran gördü ehtimalən ola bilər. Amma bu da satınandır, ona görə bilmirəm nə mənadır. Əlin uyma ki xatəm kimi candan. Qoparır dəm be dəm dillə əli çandan. Sözə dürdü kəsə o ləli cöhərpuş. Olar lولی غلامی حلقه در جوش. Savagip fikretine müşteridir. Savagip fikretine müşteridir. Kevakip nüsretine leşkeridir. Zühel olmasa qəsri pasibani. Teminden düşer idi ol pirfani. Tamam, bu devam edir şahın haqqında. Gəlir görək ki, axirdə İstirdim görüm ki, biləxərə bu şah buna deyir, yaz ya nəcr olur. Buradan getir bir qəsidiyyə. Ey dövlətin günündə roşən cəmal aləm. پیروز طالعین لفرکنده فال آدم حسن لطافتن گلزار دهر خندان خلقün nisayimindən باغ زمانه خرم. Hələ o şahın deyilən və haqqındadır, yəni Sultan Murad xanın haqqındadır. Dastan. Görək ki, burada nə deyir? Biləxərə gəldi, burada bir şey istir deyə. Buradan oxuyaq, görək ki, burada dastanın adını deyir. Qəmindən qan ağladığım, eyb etmə ölməz əskik. Eşqə oynayacaq adəm gönüldə, gözdə həmdəm. Qəmindən qan ağladığım görək buradan nəfəsim də dahi yarılmadı. Fikirəm ki 2 saatı geçib, bəli 2 saatı geçibdi. Ona görə biraz da görək burada mətləy dastanında nə deyir? Gəl ey can gülşəninin əndəlibi, cəhan bostanının murği qəribi, nə bülbüli yəlki şəhbazi məani, şikarın varidat asimani, şikarın varidat asimani, ol pərvazı bu xaki qəfəstə, ol pərvazı bu xaki qəfəstə ki əflak ola seyrin hər nəfəstə. Gərək can sirrinə simraz olasın. Gərək can sirrinə həmraz olasın. Gəh dilsuz و gəh dəmsaz olasın. Həqaiq səbzəsin seyran edasın. Dəqaiq güllərin روزه قدس تماشاگاه کیلکن روزه قدس خس و خاشاکه خاشا کاه و لاسın öns Qılırsan bu müləvvəsdən gönül pak qədəm bəs kəm yerində kəm yürəkdir fərq əflak xirət nəyidən olursan mücərrəd
Xirət niyidən olursun mücərrəd, Məsihün mənzilin qıl taxt و məsnəd. Cehi Musa ilə seyr ilə turi, cehi Davud ilə zikret zaburi. Məgər kim bulsun adam dəmindən, mədəd ilə Muhammed aləmindən. Ola alfazın ol rəsmə cəvami, ola alfazın ol rəsmə cəvami ki ora dayından əhli səvami. Ki orada dinə اهل سوامه. اگو یاسین که مول حقی ستارون، اگو یاسین که اول حقی ستارون. سنا نون و قلم گیله مبارک، نه عشق ارامدی اود و وش چنگ. نه عشق ارامدی اود و وش چنگ. که آهنگ اودی ایده هر دم آهنگ. سرآغازت ینه söz ile bir saz, ki دمساز olsun ol saze her آواز. پس اول عرضه قلن داستانی، پس اول عرضه قلن داستانی. که حق lütfiyle şad olsun روانی. Qılıb mazid hadisinden rivayet, bu haliyle etti alemden hikayet. که daim niş eden nuşin revanın. Su hatmetti işin bu nuşin revanın. Gönüldü yo bıraktı taxt و رختی. گمشتی هر مزه تاج و تختی. گمشتی هرمزه تاج و تختی. دل و جانی ile هرمزدا داریدی. هرمزدا دایه دردی. دل و جان ile هرمزدا دایه دردی. جهانی عدل آباد دردی. هرمزدا داد دردی. پس بلس olacaq. هرمز داد دردی. دل و جان ile هرمز داد دردی. جهانی عدل آباد دردی. Bu dərdə ürmüş atar rəsmincə bünyad. Bu dərdə ürmüş atar rəsmincə bünyad. Səxavət bəs şücaət din ilə dad. Əgərçə oca irmişdi şərəfdə, vəleykən dərri yox idi sədəfdə. Oğul didarinə ol rəsmə mühtac, که suyə تشنه آش و اتمگه آج. اتمگه آج. اتمه شمان dedik ki əkmək bu cümlə. که suyə تشنه آش و اتمگه آج. edərdi nəzr qurban و təsəddüq. qılırdı lütf ehsan و təməllüq. Heyf ki bu kitabın adı bu bölümdə qalacaqdı. Qəmindən ağladığım eyb etmə ölməz əsən. Eşq oynayacaq adəm gönüldə, gözdə həmdəm. Gər sufiyanə qunçəkaç xırqət təlkimi etsə, bülbül İsmailə məst oldu, tutdu həmdəm. Bad səba çəməndə müşkin nəfəsdür illa, ərdikcə edər دمادم زلفün در هم. mübənnet yüzdü ki bəxsə bulə səfayı Kəbə. mübənnet yüzdü ki bəxsə bulə səfayı Kəbə. Kəvsər Yusuni sizə cuş edər ab-ı zəmzəm. کوثر سوکی، کوثر bir su ki sizsə coş eder ab-ı zəmzəm. Gözüm yüzündən eyru bəhr etməz isə silin. Tamam.
Yəni yoruldun düzün axtarsaz, istirdim bunun adını tapım ki, üzr istəyirəm, kitabın adını tapım, amma kitabın adını tapmadıq. Kitabın tarixinə bir burada baxdıq. Gedək axir səhifədən də bir görək orada bir tarix yazıbdır. Çünki burada bir tarix çıxartdıq. Hər halda biz bir tarix buradan çıxartdıq, amma gedək burada görək bir tarix burada tapa bilirik ya yox. Bu heft اقلیم اگر افتاده oldu. Ana خاک olmadı, bad olaydı. Bu heft اقلیم اگر افتاده olaydı. Ana خاک olmadı, bad olaydı. Çiger bu Bayezid ol şahak guldur. چه گر بو بایزید اول شاه گلدر ولی dailığa layık değildir. Uğul ermez bu şahın rütbesine ya rütbetine şeref şerginden onun kurti ne beşer gendan onun kurtine baş tapmadım nemine. Beşer gendan onun kudretine که مدهنده غزل قلسا سراغاز و یا وصفنده گل ایلای آغاز گول ایلای آغاز ولی قلمامغه bu nusxa ister ولی قلمامغه bu nusxa ister şəhün zikri ilə xətm oldu sərasər tamam ol vaxt olar bu بدر kamil که اولا هر نقصله آنه ماگil قبولی derdi irünün iru nemek değil hoş ne menet böyle olmadı kabul verdi ürünmek ya da erinmek değil hoş veli şahın kabuli ola dilkeş که زیرا شاه دوران بی بدلدر طلوع فضل و هنر علم و عملدر طلوع فضل و هنر علم و عملدر نتا کم قله کیوان خبر آهنج نتا کم قله کیوان خبر آهنج نتا کم ürər zührə çənginə çəng neta kim ürə zöhrə çənginə çəng neta kim roşən ola gün cəmali neta kalə ölə ilk بدر و hilali neta kim müşteri سعد ده طالع neta kaola atarud خبره راجع ola عرش افسری کürsi سریری جهان چاکر جهان بان و دستگیری mütəəssifانə yazmayıb ki qutardı amma burada bir cür bağlayıblar və zahirən də bu şeir son şeir tarix burada olacaq Tünəq eyladı ol mərhum məğfur ki qılsın haqqı taala rozəsin nur o padişah ölübdü bu dastanı yazıb qutarınca Sultan Muradxan ölübdü Tünəq eyladı ol mərhum məğfur ki qılsın haqqı taala rozəsin nur dila zərgər geda olə gərşah dila zərgər geda olə gərşah ecəcək deyələr kəm rəhmətullah o yerdə yendiğince ömrün ast o yerde yendiğince ömrün az ana versin ki olur alemde şah Cahanbəxş aftabi heft کشور که دولت yüzü andəndir münəvvər سکندربخت و دوارا مرتبتdir سکندربخت و دوارا مرتبتdir Süleyman taxt و کسرا معدلتdir
Baş oldur tenkibidir ane alem. Baş oldur tenkibidir ane alem. Bu başın gelme ya Rab. Bu başı kılma ya Rab bir kılan kem. Bir kılın kem. Bu başın kılma ya Rab bir kılın kem. Eğer razm etse Rüstem sulet olur. Rüstemi sulet olur. Mertiğle. Demr tiğiyle. Demr tiğiyle cer alem an keser. Zerrin camiyle mülkü cem an geder. Tamam, ben dahi devam etmeyeyim. İstedim bir şey, bir tarih tapım ki bunun özünden, ama kitap biz geçen günlerde buna bakmıştık ki hangi tarihte yazmıştık. Yine burada yazaq soruşaq. Sultan Muhammed Han. Dünən də bunu soruşmuşduq, amma bu sırada bir soruşaq. Görək ki, iştibah yazdıq. Bunu Muhammed'in tamam. Görək nə deyir. Buna bir tarix versə, lütfen Türkçe yaz. Hamide Arap Türk alifbası ile yaz. Baş üstə Türkçe Ərəb Türk əlifbası ilə yazıram. Sultan Murad Xan İbni Sultan Məhəmməd Xan ibarəsinin Türkçe açıqlaması. Sultan Murad Xan padişah ya hakim olan Sultan Məhəmməd Xanın oğludur. Yəni bu ibarə bir kişinin nisbətini, soy bağını göstərər. Bin oğul, fərzənd Sultan Məhəmməd Xan atası, pedərəş. Bu ibarəni imruzi Türkçe ilə də belə yazmaq olar. Sultan Məhəmməd Xanın oğlu Sultan Murad Xan. Ərəb Türk əlifbası ilə cümlə misalı. Sultan Murad Xan. Tamam. Doğum ve ölüm tarihlerin hicri qəmeri ile yaz. Gene getdi farsça yazdı. Calibdir. Bəli təbdil milad qəməri tərif meşəvət falan. Ruydad miladi 1448-83'te deyir ki, Sultan Murad Xan tarixdən Axərin Sultan Ağqoyunlu tarix əs. Bax, Ağqoyunlu deyil ki bu. Getdi bunu Ağqoyunluya şey elədi. Əgər mənzurə Sultan Murad Xan tarixdən Axərin Sultan Ağqoyunlu tarix əs ki, Bəray təbdil əslən bu şeydir, yəni getdi o gedək şeydən soruşaq bu Çinlilərdən soruşaq. Dipsik. Okay. Sultan Murad Xan İbni Sultan Muhammed Xan kimdir ve hangi çağda yaşırmış, tarihleri hicri qəmeri yaz. Görək bu da yaz. Mən də burada götürmüşəm. Tamam, bu da dərdi deyən deyil. Sultan Murad Xan İbni Sultan Məhəmməd Xan kimdir
onların tarixlərin hecri qəməri ilə yaz. Burada bir şey özündən yazır. Əl çəkməyəcək. Copy. Aha. Bu da pul istədi. Tamam, bu da yazmadı. Bu da getdi ora. Deyir ki, tarixdə yoxdur, cəlibdir. Tamam. Pul istəyirlər bunlar. Yox, bu deyə bilər. Google-dən soruşaq, əvəzinki onlardan soruşaq. Bu da bir şey gətirmədi. Cəlibdir, bu günləri hər şey qatışdı bir-birinə. Tamam, bu günləri bir dənə kitabla tanış olduq. Bu kitabın hara getdi o kitab? Cəlibdir, o kitabımızı da itirdik. Adı Xosro Şirin deyə bir kitabdır. Şeyxi adında bir, Allah rəhmət eləsin, bir şəxsiyyət yazıbdır. Bunu bundan bir 10-15 səhifə oxuduq, heç olmasa çox oxuduq. Gəlgid olubdur, bir alver olubdur ki, yaz, yazma. Və sonra da şah tərəfindən bir Sultan Murad ibn Muhammed xan, Sultan Muhammedin tərəfindən, Sultan Muradın tərəfindən bir işarət gəlibdir ki, yaz yine. Yazıbdır, kitabın sonunda da gördük ki, ölübdür, yəni Sultan Murad. Hər halda bu Şirin Xosro və Şirin nağılı deyə türkcə bir kitab başlayıbdır. Amma bunun 50-60 səhifəsi rəbti yox idi nağıla, elə bu şeydən gedirdi. Bu kitabın 193 səhifə PDF-dədir, amma bunun 193 bunu 2'ye çarpacağıq. Onlar 200 300 təqribən 400 səhifə də, yəni 7 səhifə, 8 səhifə, 14 səhifə, yəni 186 səhifə. 386 səhifə. 386 səhifədən ibarət bir nağılla, yəni şeirlə qarşı-qarşıyıq ki, bunun bir 50 səhifəsi əvvəldən heç olmasa şeyə yoxdur. Yəni hekayəyə girmir, peyğəmbərə, o şeylərə, zətlərə çoxlu. Burada xüsusən məsələn burada görürük ki, buranda oxuduq əlbəttə bir Dərmət və Duayı Sultan-ı Əzəm və Murad Xan ibn Muhammed xan. Buradan, yəni bu 40-cı səhifə olar, az olsa bu hududda olar ki, bunun davamı vardı, əlbəttə bir neçə səhifədə qəsidə filan bəhman, ta gəlir yetişir burada mətlə dastan, hələ buradan dastan başlanır ki, biz buradan da bir-iki kəlmə oxuduq, əlbəttə bunların biri orada-burada da atladıq, oxumadıq. Hər halda bu kitab biraz su geçibdir, mütəəssifanə bəzi yerləri oxumaq olmur. Bu türkcədir və imlasının fərqi var, səs qoymayıbdır üstünə, yazısı, sözləri işlətməyi, əski sözləri qəşəng işlədibdir. Yəni bəzisini mən oxuya bildim, bəzisini bir çoxunu oxuya bilmədim. Onun üçün çox əsil türkcə dillə bunu yazıbdır və
əla bir şey. Yəni hətta burada üstündə bir amar işdə görmək olar. Məsələn, deyək ki, hər səhifədə neçə beyt var? 2, 4, 6, 8, 10 qatışdırdım. 2, 4, 6, 8, 10, 12, 14, 16, 17. Hər səhifədə 14, 17 beyt var. Maşın hesabı açsaq əgər 17 çalsaq 386-nı deyək ki 380. 380-ə çalsaq 6440 beyt bu kitabda şeir olmuş olacaqdır. Bu əlbəttə çox azlığı ola bilər də. Yəni hər səfə belə standart deyil. Bəzisində azdır, bəzisində çoxdur, ola bilər. Mən bunlara baxmamışam, amma gəlin də baxma. 2, 4, 6, 8, 10, 12, 14, 16, bəli, 17 danadır. Bunun da yeri boş olanda 17 dana olur. Çox bir ciddi bir ədəbi bir əsərdir. Çox ciddi ədəbi əsərdir. Yəni, məsələn, Leyli və Məcnun yazılıb, Xosrov şiirin yazılıbdır, türklər də yazıblar farsça, amma bu türkcədir və çox da calibdir. Deyək ki, şairin də adı belə nəzərimə gəldi, Şeyxi Nizam. Ya Nizam Şeyxi, belə bir adı olacaqdır. Bu yazıbdır, Allah rəhmət eləsin, ruhu şad olsun inşallah. Hər halda bu günləri türk insanlarının yaratdığı dil uyğarlığından və yazı uyğarlığından bir öcübə ilə, türk dilində bir ədəbi əsərlə tanış olduq ki, çox üstü səviyyədə fars ədəbiyyatında yazılan bunların misalları ilə qabil müqayisə eləməlidir. Yəni, Nizaminin yazdığından dalı deyil. Qabaq olmasa dalı deyil. Yəni, bu qədər. Biz bunu da nəzərdə tutaq. Və bilək ki, belə bir əsərlərimiz vardır və bu da çox uzun zamanın məsələsidir. Əlbəttə, Sultan Muradı dünənləri mən tapmışdım tarixin, dünənləri işlirdi. Sultan bu Sultan Murad deyil, bu Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xanını yazmışam. Tamam. Sağ olun, sağ qalın. İnşallah ki, Allah ömür verirsə bir ayrıcı bir başqa kitabla əski qədimi türk dilində yazılmış bir əsər ilə sizlərin huzurunuza yetişərəm. Sağ olun, sağ qalın. Gecə gününüz xeyir.